Herkese salam. Bugün sizinlə fərqli formatda bir video paylaşacağıq. 2023-cü il ədəbiyyat qəbul suallarını şagirdlərimə izah edəcəkdim və qərarı aldıq ki, video formasında bunu sizlərlə də paylaşaq. Video əgər sizə yararlı olarsa, bəyənib kanala abunə olmağı unutmayın. Bir də bunu qeyd etmək istəyirəm ki, kim ki qəbul suallarını əldə etmək istəyir, yəni bu PDF-in özünü və bir neçə ilin qəbul suallarını əldə etmək istəyirsə, mənə WhatsApp nömrəsindən yaza bilər, WhatsAppda PDF-ləri göndərə bilərəm. Hər birinizə uğurlar, başlayaq. 1. Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin əsərindəki Rüstəm bəy obrazı ilə bağlı mən nə demişəm? Əvvəlcə doğru yanlışı imtahanda belə dairə yanlış birinci, mütləq. Nökərlərdə münasibətdə qəddarlığı ilə seçilir, əlbəttə ki, yanlışdır. Hətta biz o xarakterini ziddiyyətli məqam kimi demişdik ki, mehriban deyir nökərlərinə qarşı. Övladlarından seçmir. Səadət xanımın təhsil almaq istəyinə qarşı çıxmır. Qızı Səadət ilk maarifçi qadın obrazlı dramaturgiyadır. Öz xudbin, mənəmlik hisslərinə övladlarını qurban verir? Bəli, tamamilə doğrudur. Öz xudbin, mənəmlik hisslərinə mən qisas alacağım, mən intiqam alacağım, evinin başına dağıdacağım. Öz hisslərinin qurbanı olur onun övladları. C variantı doğrudur. Yurd yuvası dağılır, xeyr, evi dağılmır. Həyatını tənhalıq içində başa vurur, xeyr, Səadət sağ qalır. Basqın planını Fəxrəddindən xəbər verdiyi üçün Mahmud bəydən üz döndərir. Belə bir məqam ümumiyyətlə yoxdur əsərdə. Mahmud bəydən üz döndərməsi yoxdur. Buyur. Dərslərə. Yarım saat 20 dəqiqə. Tamam. Hə. Basqın planını Fəxrəddinə xəbər verdiyi üçün Mahmud bəydən üz döndərir. Belə bir şey ümumiyyətlə yoxdur. Sonra 3-ə qədər var. Yox. Qasım bəy Zakirin cədvəldə qeyd edilmiş şeylərlə bağlı doğru fikirləri müəyyən edin. Yenə də əvvəlcə nəyin altına xətt çəkilir? Doğrunun altına xətt çəkilir. Badi Səba mənim dərd dilimdə məhəbbət mövzusudur. Niyə? 2 var bəyəm. 2 var. Yəni oxumamışam da onu. Varsa dinləndə. Ağdamış Kəvakib əsərində Yusif Şahın gördüyü işlər sırasındadır. Aldanmış Kəvakib əsərində Yusif Şahın gördüyü işlər sırasındadır. Əhadə Xumus və İmammalı vergisinin alınması xeyr. Xumus və İmammalının ləğvi. Miraxur və Topxana əmrini işdən çıxarıb xeyr. Zindana göndərdikləri o məclisdəkilər idi. Bəli. Hansı ki o vəzir idi, ordu başçısı idi, bəli. Bütün vergiləri yox. Ancaq Xumusdan İmammalının ləğvidir. Ruhanilərə dolanacaqlarına kifayət edəcək qədər xəzinədən bəli. Deyir, o qədər maaş təyin edin ki, onlar xalqın əlinə möhtac olmasınlar. Cavabımız olacaq D variantı. Münəccimbaşının vəzifəsindən Mirzə Zəkinin təyin etməsi xeyr. Zəki demişdim, zəka ilə yadda saxlayın. O olacaq, bəli, maliyyə işlərinə müstəfi. Münəccimbaşı vəzifəsini isə bilmərlə ləğv eləyir ki, dövlətə və millətə heç bir xeyri yoxdur. Cavab olacaq D variantı. 63. Qasım bəy Zakirin cədvəldə qeyd edilmiş şeylərlə bağlı doğru fikirlər. Badi Səba ilə bağlı nə yadda saxlayırıq? Sırf məhəbbət mövzusudur, həsrət. Durnalarda isə ictimai mövzudur. Sadəcə şairin gizli niyyəti var, məhəbbət hissləri var. Belə deyirik. Şeirdə həsrət duyğuları ilə yanaşı ciddi ictimai mətləblər yox. Ciddi ictimai mətləblər hardadır? Deyir ki, Səbaya dedin mənim halımı, o da nə dedi? Burada nə? Amma durnalarda ictimai mətləblər var. Deyir ki, qorxuram toxuna ötən zamanlar, südləriniz dağılıb çaşa durnalar. Yəni, qorxuram ki, ötən günlər kimi, yəni, məni necə söyləyərlər, sizə də problem yarana bilər. Bir səhvdir. Aşiqanə mövzuda yazılan vətən həsrətinin motivinə yer verilməyib, bəli. Vətən həsrəti Badi Səbada yoxdur. O, durnalardadır. Lirik qəhrəman sevgisini yer üzünün qibləgahı adlandırır. Gəlin baxaq. Zakirin əhvalı Xublar şahına, yaxşıların yaxşısına dedin nə dedi? Yer üzünün qibləgahına. Bəli, tamam yer üzünün qibləgahına, Zakirin əhvalı Xublar şahına, bəli. Şeiri əzbərləməyin ona görə həmişə deyirəm ki, faydası var. Tamam yer üzünün qibləgahına. Sevgilisindən xoş üz görməyən lirik qəhrəmanın ah naləsi yerə göyə sığmır. Sevgilisindən xoş üz görməyən lirik qəhrəmanın ah naləsi. Burada sevgilisini ümumiyyətlə görmür axı. Ümumiyyətlə görmür. Xoş üz görməmək Badi Səbadadır. Və məni candan usandırdı dadır, orada da şeydir. Lirik qəhrəman sevgisinə xəbər, ümidini kəsib yox, ümidini kəsməyib. Lirik qəhrəman heç vaxt ümidini kəsmir. Nə durnalarda, nə Badi Səbada. Ümumiyyətlə belə bir şey, bu fikir Badi Səbadadır, ümidini kəsmir.
Burada bir də məni candan usandırdı da bu fikir keçir ki, lirik qəhrəman ümidlidir, ümidini kəsmir. Bura aid deyil ümumiyyətlə. 5 səhv. Lirik qəhrəman qəriblik, vətən həsrəti ifadə edən obyektlə, qəriblik, vətən həsrəti ifadə edən obyekt durnalardır da, düzdür? Özü arasında daxili yaxınlıq görür, bəli. Qəşəng cümlədir. Deyir ki, həmin obyekt, yəni durnalarla özü arasında yaxınlıq nədir? Onlar da deyir, şeydir, vətəndən ayrısınız, gedirsiniz vətənə. Mən də vətəndən ayrıyam. Bir növ o mənadır. 6-nı götürə bilərsiniz. Deməli, 2-ni götürdük biz, 3-ü götürdük, 6-nı götürdük. D variantı doğrumu? Keçdik. Sonra 4. 4. Şəhriyarın Türkün dili şeirinin məzmunu ilə bağlı hansı fikir doğrudur? Var dövlət üçün milli qürur hissini itirənlər tənqidə məruz qalır. Türkün dili. Türkün dilində doğrular istəyir bizdən. Türkün dilində nə var? Baxaq. Bir dəqiqə. Əsarət altında yaşayan vətənlər başqa dillərin türk dilinə təsir, təqdirlə qarşılanır. Təqdir yox. Deyir ki, özgə dilə qatmasa şair. Təqdir alqışlamaqdır da bir növ. Alqışlamır. Əksinə qatmasın. Xalqın vəziyyətinin biganəliyinə etiraz hissi, şahlıq rejiminin sərt qalmış satira deyil. Var dövlət üçün milli qürur itirənlər, belə bir şey yoxdur. Lirik qəhrəman yad ellər əsarət altında yaşayan həmvətənlərinin zindanlara salınması, belə bir şey yoxdur. Xalqın vəziyyətinin biganəliyinə etiraz hissi də duyulur. Bu ola bilər maksimum. C variantı. Başqa fikir yoxdur burada. Çünki, bəli. Baxın, niyə? Başqa dilə qatanları tənqid edir. Təqdir yox. Deyir, başqa dilə qatma. Bu əsil dil, əsil olmaz deyir. Milli qürur itirənlər, bu şeydə ümumiyyətlə var dövlət məsələsi falan yoxdur. Tali yüklü problemlər qaldırılır və onların həlli yolları göstərilir. Şahlıq rejiminin sərt qanunları satira deyil. Lirik qəhrəman yad ellər əsarət altında yaşayan həmvətənlərinin zindan məsələsi yox. Getdi. Maksimum cavab qalır. C variantı xalqın vəziyyətinin biganəliyinə etiraz hissi də duyulur. Bəli. 65. Nöqtəyə nə yazıla bilməz deyir. Baba yenə də dairəyə alırıq bilməz. Füzuli və Şah İsmail Xətai. Həm lirik, həm də epik növdə gəlir. Bəli, Xətainin dəhnaməsi var, lirik şeylər var, Füzulinin də var həmçinin. Poemalar da var, lirik şeylər də var. Nizami Gəncəvi ilə eyni adlı əsər. Füzulidə Leyli Məzlum var, Şah İsmail Xətaidə nə var? Nizami ilə eyni olan. Yox, Nizami deyil. Yox, ancaq Füzuli ilə deyir. Hə, Şah İsmail Xətaini oxuram. Hə. Füzuli ilə Nizami Gəncəvidə bəli, Leyli Məzlum var. Doğrudur. İndi təzədən Füzuli ilə Seyid Əzim Şirvani lirikasında məhəbbət mövzusu bəli. Füzuli də məhəbbət şairidir. Seyid Əzim Şirvani də məhəbbət mövzusunda olan qəzəlləri siz keçmişsiniz də. Məhəbbət mövzusunda olan qəzəlləri ümumiyyətlə qəzəl yaradıcılığında məhəbbət mövzusu əsas yer tutur. Şirvani özünü Füzulinin davamçısı hesab edir. Şirvaninin onun ustadı, Füzuli də deyir mənim ustadım. Ümumiyyətlə qəzəl yazanların əsas yaradıcı. Sadəcə sizin keşfləriniz coşqul müxəmməsi ictimai mövzudadır. O birisi də maarifçilik mövzusundadır. Cavab nədir bu? Baxaq da, Qutqaşınlı ilə Füzuli nəsr əsəri müəllifidirlər. Xaqani ana dilli poemalar müəllifidir. Xaqani ana dilli, Əfsələddin Xaqani kimi ana dilli Füzulidə var. Əfsələddin Xaqaninin ana dili nədir? Əfsələddin Xaqani qədim dövr. Qədim dövrdə nə ana dili? Tamam, anladım. 66. Əfsələddin Xaqaninin Töhfət İraqeyn dildə nə? O da necə ana dili ola bilər? Qədim dövr. Qədim dövrdə ana dili məsələsi yoxdur. Ümumiyyətlə orta dövrdən başlayırıq biz ana dillə danışmağa. Əfsələddin Xaqani ana dillidir. Sonra 66. 7 də zaten. Gəlinç. Bəli, sonra 66. 66. Əhməd Cavadın Azərbaycan bayrağına şeirlə bağlı doğru fikir. Baxın, bu şeirdə yadda saxlayın. Rədif, orada sizin vərəqdə qeyd eləmişdim o şeylər var idi bölgüdə. Rədif var, amma Azərbaycan bayrağının sözü rədif deyil. Rədif orada bayrağımdır. Gedərkən Turana çıxdın qarşıma, kölgən dövlət quşu qondu başıma, izin ver gözümdə coşan yaşıma, dinləsin dərdini, aha, bayrağım. Rədifdə istifadə edilməmişdir, səhv də edilmişdir. Doğru fikirlər istəyir bizdən. Nədən Samsun doğru istəyir burada? Bir dəqiqə. Aha. Bayrağın kölgəsi düşən yeri bəli. Öpüm kölgən düşən müqəddəs yeri. Mübarək yeri. Müqəddəs yeri. Öpüm kölgən Düşən müqəddəs yeri. Müqəddəs. Bəli, müqəddəsdir, mübarəkdir. Ümumiyyətlə müqəddəs yer sayılır oranın. Vətəni müqəddəs sayılır çünki. Mənası da odur. Sonuncu bənddə müəllifin adı verilməmişdir. Əhməd Cavad, bəli. Ümumiyyətlə Əhməd Cavadda, Mikayıl Müşfiqdə bu repressiya qurbanları çox da addan istifadə edə bilmirdilər. Çünki bu repressiyaya məruz qalır. Onlar bax vətəndən danışır, torpaqdan danışır, qorxurdular biraz müəyyən dərəcədə. Çox da mühafizət ədəbiyyatıdır. Bunlarda çox da əsərlərdə ad yoxdur. Verilməmişdir, düzdür. Kölgən düşən müqəddəs yer sayılır. Bu da düzdür. Lirik qəhrəman tökülən qanların yerdə burada qan söhbəti yoxdur. Bu
şeydə idi. Türkün tökülən qanları bihudə gedərmi? Burada. Diqqətlə düşün. Bütün bəndlərdə müraciət obyekti var. Bayrağım rədifdir. Bayrağa müraciətdir. Bütün bəndlərdə bayrağa müraciət var. 2, 3, 5 A variantı. Bildik? Sonra şeyləri təkrarlayın. 68. 7 var qızım. 7. Ər odur haqq yoluna baş oynayar, döşəkdə ölən yigit bərdar olur. Tuğ janrında yazılmışdır. Bəli. Bax ümumiyyətlə burada sizə belə bir şey deyim də. Burada sizdən istədiyi əsas məsələ mənasını anlamaqdır. Özünü əşyaq bilən sərdar olur. Yəni haqq yolunda baş oynayar, döşəkdə ölən yigit murdar olur. Bu bir sinirdir. Bəli, Qazi Burhanəddindir. Qazi Burhanəddin deyirdi ki, əsl kişi odur ki, ər odur ki, haqq yolunda baş qoysun. Döşəkdə ölən yigit, yəni rahat yerində ölən igid deyir, murdardır. Yəni igid meydanda ölər, düşmən qarşısında şəhid olar, yəni o mənada. Qazi Burhanəddin də hökmdar şair olduğuna görə onun tuyuqlarında bəli, bəli. Qazi Burhanəddin hökmdar şairdir. Onun 14-cü əsr Qazi Burhanəddin 14-15 Qazi Burhanəddin yazıcığında qəhrəmanlığa çağırır. Şah İsmayıl Xətai kimi onda da qəhrəmanlığa çağırış motivləri var. Ona görə 3-ü 5-i rahatlıqla götürəcəyik və qəhrəmanlığa qışığında 1-3-5 olacaq da. B variant. Düzdür? 1-3-5. Sonra 68. yəni burada belə deyək də, sıx daşla tapa biləriz. Aşıq şeir örnəyinə aiddir. Aşıq şeir nədir? Qoşma gəraylı deyil də bu. Və təriqət ideyalarından danışmıraq. Nə deyirdir? Ər odur ki, haqq yolunda baş oynayar, döşəkdə ölən yigitlikdən danışır. Ən azından o sözə görə 2-4 ata bilərdir. Hansı əsərlərdə təsvir edilən hadisələr obrazın təhkiyəsi ilə verilir? Baxaq, Anabacıda bəli deyir ki, məşğələmdən geri dönürdümmü? Mən 2. Vətən yaralarında deyir ki, ön xəttin atəşinə atılanda elə bildim ki, nə bilim nə, məni əhatə eləyən mən danışıram, mən 4. Namərd gülləsini şey danışmır. 2, 5 götürmür, 2, 4 elə A variantı. Baxaq başqa variant. Nə? Obrazın təhkiyəsi, yəni mən obrazın təhkiyəsi. obraz özü danışır da, yəni. Bəli, mən. Qanlı bənövşədə. Birinci şəxs. Qanlı bənövşədə demir axı müəllif danışır. Deyir ki, Zərif deyir heç vaxt belə bax, Zərif heç vaxt belə qorxulu yuxu görməmişdi. Kimsə danışır da Zərif haqqında, müəllif. Amma obrazın təhkiyəsi birinci şəxsin deyilən bax, mən danışıram. Deyirəm ki, mən ön xəttin atəşinə atılanda mən. Burada da deyir ki, Anabacıda mən deyir, qadınla üz-üzə gəldim, nə bilim nə, mən. Obraz odur, bildin? 2-4. Sonra obrazın təhkiyəsi bizdə nədir? Obrazın təhkiyəsi mən. Xurşudvanını siz keçməmişsiniz, bəli. Onu da axarı. 70 var qızım. Xeyr. 70 düzdür hamıda. 71 var. 73 məndə də. 3-ə qədər yoxdur, hə? Əla. Koroğlu düzdür, Manqurt düzdür. Türkün nəğməsi, bayaq dediyim məsələ, boşuna tökülməyib qanlar. Türk xalqlarının tutduqları yoldan geri çəkilməməyə əzmi var. Türklər geriyə dönməyəcək müsləh əməldən. Məfkurə yolunda verilə bəli, məfkurə əqidədir. Məfkurə yolunda tökülən qan hədər olmaz deyir. 2 doğrudur. Xalqın siyasi məqsədlər naminə qurban verilməsi bir şey yoxdur. Burada igidlərdən, şəhidlərdən danışır. Siyasi məqsəd falan yox. Müharibənin gətirdiyi fəlakətlər, vətəndən uzaq düşülür. 4 götürə bilərsiniz maksimum. Vətəndən uzaq düşmək falan yox. Müharibənin gətirdiyi fəlakətlər. Deyirik ki, 2-ci Dünya müharibəsinin Türk xalqlarına gətirdiyi fəlakətlərdən var. Ona görə 1-ci Dünya müharibəsi. 1, 2, 4. A variantı. Sonra 23-ün qəbuludur. Nədən ancaq doğrular istəyir? Çox maraqlıdır. Niyə yanlışlar var mı? 74-ə qədər doğrular istəyir. 74. Vaqifin ətrafdakılara münasibəti. Görürsünüz, illər arasında fərqi hiss edirsiniz. Çətindir. Yox, mənim. Çətin deyil. Siz elədiyiniz səhvlər o, məsələn, 4-ə baxmamış, 3-ü A məntiqlidir. Məntiq hələ xırda səhv eləmiş, yəni çətin deyil. Xırda səhv 2-5-dən 3-5 götürmüş. Xırda səhvlər də olsa onlar sizin imtahanda geri atacaq da. Yəni demək ki, ildən ilə məntiq çoxalır. Amma yəni bir çətin deyil. Mən çətin gəldi. Çətindir məncə. Məncə çətinləşib. Bizim Sizin yəni belə deyim də, bazanıza baxıram. Yəni normal biraz
uşaq müəyyən dərəcədə məlumatı az olan uşaq üçün çətinləşir. Mən illərin şeyini aparıram, uşaqların yox. Yəni mən illərin münasibətinə İllərə baxıram. baxanda 16, 17, 18, 19, 20, 21 ki, illərin tənasübündə çətinləşir. Bayaq 2020-nin modelini işlədiniz Azərbaycan dilindən. Düzdür, onunla 2020-nin modelinə baxanda, indi 2025-in modelini işləyir. Düzdür, 2020-nin modeli sizə asan gəldi. Model, amma model hansı ki, həmin il üçün çətin hesab olunur. Başa düşdün? Vaqifin ətrafdakılara münasibəti. Xuramanı xəyanətdə günahlandırır, xeyr. Nəşəsəsi. 74-ə baxıram. Xuramanı günahlandıran və qovan da Əli bəy olur. Əli bəy əmin edir ki, Eldarı həbsdən qurtaracaq. Deyir, Vaqif ölməmişdir, onu qurtarar. 2 doğrudur. Hökmdarı vəfasız və zülümkar hesab edir. Deyir ki, burada zülümkar hesab edir Yekaterinanı. Sizdə o hissə verilməyib, səhv bilmirəmsə. Hə, o sizdə verilməyib. Billəmə yoxdur, Vaqifdə yoxdur. Sizdə verilməyib. Hökmdarları, hökmdarı deyir, hökmdarları götürə bilərik, hesab eləyir, vəfasız və zülümkar hesab eləyir. Orada Yekaterina deyir ki, Rusiya hökmdarı o zülümkardan, Yekaterinadan deyir bir hədiyyədir. Düz orijinalda da o hissə. Amma ümumilikdə deyə bilərik ki, bəli, Vaqif hökmdarları elə İbrahim xana da münasibət eləydi, Qacara da münasibət eləydi. Sadəcə Yekaterina üçün imunla o cümləni işlədir. 2-ni götürə bilərik, 3-ü götürə bilərik. Ətrafdakıların Vaqifə münasibəti. İbrahim xan onun işğal altında olan Qarabağı Qacardan qurtaracağına inanır. İbrahim xan onun işğal altında olan Qarabağı Qacardan qurtaracağına inanır. İbrahim xan burada nə işi var? İbrahim xan qaçıb gedib. Aslında onu xilas etmək haqqında düşünmür. Onun edam ediləcəyini eşidən çobanlar dərin təəssüf hissi keçirirlər. Onun edam ediləcəyini eşidən çobanlar. Orada sizdə var idi Muradla adı neydi onun? Muradla adı neydi? Var idi bir nəfərin, yadıma düşsün deyəcəm. Onlar çoban idi mi? Bəli, təəssüf hissi keçirirlər. Deyirlər ki, Vaqif edam olunacaq. 5-i götürəcəksiniz. 2, 3, 5. Vidadi onun əfv edilməsinə çalışır. 2, 3, 5, bəli. Vidadi onun əfv edilməsi üçün çalışır. 2, 3, 5, 6, D variantı. Vidadi bəli, onun əfv edilmə deyir ki, yenə də yalvardım ona, onunla da görmədim, deyir, haqq, ədalət. Sonra getdim, deyir, Allaha yalvardım, Allahdan da cavab gəlmədi. O da deyir ki, nahaq yalvardım, o zülümkarəsən. Bir də Vaqif deyir ona. Ona görə yalvarır, belə. Yəni ki, Vidadi onun haqqı xilas olmaq üçün yalvarır. Buyurun, 75 var. 77 Var qızım 75. 76 var mı? 77. Gəldiyev və Verdiyev. Bunu bayaq dedim axı. Gəldiyev direktor, üzr istəyirəm. Gəldiyev bu şeydir, Kərim Gəldiyevdir. Verdiyev direktordur. Tələbəyə qarşı ədalətsiz iş tutan birinin əməlinə şərik olur. Bu ədalətsiz iş tutan özü Gəldiyevdir də. Əməlinə şərik olur Verdiyev. Şərik olur. Bax. Zaten A yoxdur, ona görə. Baxarıq bir dəqiqə. Müsabiqəyə layihə təqdim edir Gəldiyev. Düzdür? Biri B-ni rahatlıqla yazaram. Düzdür? Gəldiyevin ürək adlı layihə vermişdir. Vahidlə bir müddət dostluq etmişdir. Vahidlə dostluq heç bir nazib deyil. Əsərdə tənqid hədəfidir hər ikisi. 3-ə D. Bir dəqiqə. Qrup yaratmaq arzusu ilə yaşayan Vahidin təhsili yolunda Bu 3 sual cavab Görməmişik variantı. Deyirəm axı. Əsərdə tənqid hədəfidir hər ikisi. Qrup yaratmaq arzusu ilə yaşayan Vahidin təhsili yolunda maneəyə səbəb olur hər ikisi. Bax, buna sən hər ikisi deyə bilərsən, niyə? Çünki hər ikisi mane olur. Amma şərik olan, mən Verdiyevi götürərdim. Qoy belə variantı qurum. 1-ə B, 2-yə D-yə, yox, 1-ə B, 2-yə nə götürdük biz? A. 1-ə B, 2-yə A, 3-ə D-yə. Belə bir variant var mı? 1-ə B. Bir dəqiqə. 1-ə nə götürdülər? B. 1-ə B, 2-yə A. 2-ə D-yə. 2-ə D-yə düz götürmüşdük. Burada variant düz getməyib. 1-ə B, bir yazılmayıb ona görə. 2-ə. Niyə bir dənə qoyub bir dənə izah eləyim bunu bir də? Baxın uşaqlar. Deyir ki, tələbəyə qarşı amansız iş tutan birinin əməlinə şərik olur. Biz bunu niyə ortaya yazmadıq? Çünki şərik olan Verdiyevdir. Ədalətsiz iş tutan Gəldiyevdir. Şərik olan Verdiyevdir. Başa düşdün qızım niyə? Amma hər ikisi mane olur da, onu ortaya yazırsan. İkisi də mane olur. Amma işi tutan əsas Gəldiyevdir. Ona şərik çıxan Verdiyevdir. Heç bir araşdırma aparmadan, komitənin xəbəri olmadan şeyi qovur. Vahidi qovur. Bildiniz? 78 var mı?
olmamalıdır da zaten. 79 varmı? 82. Var Yox, 79. yox. 80 var. Xeyr. 81 var. Xeyr. Əla. 82. Var hamımızda. Məndə yox. Nümunədə işlənmişdir. Biz bayaq deyirdin ki, suallarda problem var. Biz eyni yazmışıq. Hanı o suallar? Xeyr. Hə, Yəni gördün. yeni görməmişik. Bəli, Nümunə. baxmamışıq. İndi bir dənə sual olur. Yox, yəni bir dənə deyil. Yəni bəzən Diqqətsizlik də olsa Mələkə xanıma siz deməyəcəksiniz ki, mənim diqqətsizliyim var idi. Yəni diqqətsizlik də olsa ümumiyyətlə gələcək uşaqlarımıza da aiddir. Diqqətsizlik belə imtahanda səhvdir. Heç kim gedib deməzən gəlib deməyəcək ki, rəqimi qaytarın, mən diqqətsizlikdən problem. Qapalı test əlbəttə ki, yox. Yəni diqqətsizlik nə deyəcəksən? Mən diqqətsizlikdən səhv yazmışam, onu qaytarıb desinlər. Elə bir şey olmur axı. O açıq testlərə aiddir. Nümunədə işte o da ki, belə deyək də, əgər sənin doğru payın varsa, doğrusansa, səhv yazdığını nəyə versən verəsən, balımı azaltsınlar. Hirsiyyatlı sustu göylər, nəfəs aldı qoca şəhər. Açılacaq, indi deyərəm dərsə sonra. Hirsiyyatlı sustu göylər, nəfəs aldı qoca şəhər. Qoca şəhər ola bilərmi? Şəhərin əhalisi. Yox. Birinci nöqtənin söz birləşməsi. Qoca şərəf. Birinci nöqtənin söz birləşməsi. Bir də şeydir, metafor da. Yox, bax, birinci nöqtənin söz birləşməsi epitetdir, qutardı, getdi. Qoca şəhər. Şu. Hı. Hirsi yatdı, sustu göylər. Bax, göylər susa bilər. Metafordur. Metafordur. Metafor, epitet. Qoca şəhər. Hirsi yatdı, sustu göylər, nəfəs aldı. Qoca şəhər nəfəs aldı. Burada Qoca şəhərdəki bənzətmə insanlar. yoxdur. Bənzətmə yoxdur. Siyah. Simvol yoxdur. B variantı olacaq. Mübaliğə yoxdur axı. Susub, sonra da şəhər nəfəs aldı. Siyahdır. Aha, metonimiyadır da. Baxın. Qoca şəhər nəfəs aldı yox. Qoca şəhərin insanları nəfəs alıb. Oradakı insanları nəzərdə tutursa bu metonimiyadır. Qoca şəhər birinci nöqtənin söz birləşməsidir. Epitetdir. Və hirsi yatdı, göylər susdu. Göylərin susmağı da metafordur. Bildiniz? Göylər susmur, insan susur. Göylərdə də insan olmadığına görə onu metonimiya deyə bilmirik. 83 varmı? Varmı? Var. Var. 83. Qurbanəli bəy və Əhməd Cavadın səsli qız əsərlərinə aid Nədir burada? ortaq məqamlar. 3-5, 2-5 alır. Mən də 2-5 yazmışam, şeylə saçmışam. Neydi? Varlı təbəqənin yad dildə danışmaq. Bir dəqiqə, nəysə. Qoy baxaq. Baxaq bir dəqiqə. Hə, Vaqifin saçmışam. Aha, baxaq. Qurbanəli bəy və Əhməd Cavadın səsli qız əsərlərinə aid ortaq məqamlar istəyir bizdən. Çox gözəl. Qələmin rəngini də dəyişim gözüm yoxdur. Deməli, qız gəlinlərin işğalçı ağalara qarşı ağalara peşkəş edilməsi. Qurbanəli bəydə heç bir qız gəlinin işğalçılara peşkəş edilməz. Belə bir şey yoxdur. Burada da peşkəş demirik, sadəcə rəqs elətdirirlər. Bir növ belə ola bilər, amma ortaq ola bilməz. Bir getdi. Bildiniz? Varlı təbəqənin nümayəndələrinin yad dildə danışmağa üstünlük verməsi. Bir səsli qızda hansı dili görürük ümumiyyətlə? Vaqifin saçmışam. Səsli qızda hansı dildə danışırlar? Niyə olur? Bir dəqiqə də. İçini hələ tamamlayaq. Bildim. Xarici dil məsələsi varmı səsli qızda? Yoxdur, içini atdım. Yerli əhalinin yadilli ağaların gəlişini. Qurbanəli bəy də deyir ki, qulaq asda. Deyəndə, ortaq cəhətdə. Qarşılayırlar. Bəli, deyir ki, evlər gətirdi insan. Yalnız küçələr deyil, evlər gətirdi insan. Uşaqlar mazqallı divarlara yığışmışdı. Qızlar deyir damlardan baxırdı, gəlinlər pəncərələrdən boylanırdı. Hamı maraqla deyir ki, belə bu da var deyir. Dərddən boğulsalar deyir, tərdən gündən yansalar, dərddən boğulsalar. Məcburiyyətlə gəlməmişlər. Məcburiyyətdən çıxıblar, amma şahı maraqla baxırlar. Mən Məcburiyyətlə güldürülürlər. bilirəm ki, onlar məcburiyyətlə gəliblər. Yox, məcburiyyətdən güldürülürlər. ona görə Bax, baxmamışam. güldürülürlər məcburiyyətlə. Amma özləri maraqlıdırlar ki, təzə şah gəlir də bizə kimdir də bu gələn? Biz də baxarıq. Qurbanəlidə də bilirsiniz də, orada qaçaq gəlir, heç kim işə getmir falan. Hətta deyir qonşu kətlərdən də yığışıb gəlir. Üst-üzdür. Sərxoş vəziyyətdə verilən vədlərin insanı rəzil vəziyyətə salması. Üçü heç biz oxşatmamışdıq, görürsünüz, maraqlıdır. Sərxoş vəziyyətdə verilən vədlərin insanı rəzil vəziyyətə salması bu Qurbanəlidədir. O vədlər verir, axırda da rəzil. İnsanların zorla şənlənməyə bəli. Qurbanəli bəy də deyir, tatarı əllərində döyə-döyə yallı getməyə məcbur etdilər. Səsli qızda da deyir ki, zorla güldürüldü, hıçqırıqlı bir diya. Burada da zorla güldürüldü. Bax bunu ortaq deyirsən. Gülmək olsun. Zaten yox idi, ağlamaq oldu yasaq. Bəli, 3-5.
84 var mı? Düzdür bu? 84. Hamıda ayla. Nə qəşəng. 85 Var məndə. var. Hanı bu yaylaqda yaylayan ellər? Görəndə gözümdən car oldu sellər. Baxın. Güllərin dedi. Bir dənə bir şey deyim. İn olan. Bax. In. Bax. In. İkinci. In. Rədifdən əvvəlki söz inla bitirsə ikincidir. I bax oxşuyurlar bir. I bir dənədir. In iki dənə. Nə edirsən? Bax. Birinci dağlarla ikinci dağları necə ayıra bilərsiniz? Birinci dağlarla ikinci dağlar. Rədifdən əvvəlki qafiyə var ha. I-dırsa I. Bax, lalalı dağlar deyir. Düzdür, I-dırsa. I-dırsa o birinci dağlardır. Bax, I bir dənədir, bir. In iki dənədir, güllərin in. Bu da ikinci dağlar. Bildiniz necə ayıra bilərsiniz? Hamısı bütün mətlədə eyni. Bəli, bütün mətləbdə qafiyə dəyişir. Bildiniz? Sonuncu qafiyədə sonuncu söz. Bildiniz də? Rədifdən dağlardan qabaq ki, dördüncü misrada. Bildiniz? Oxşatma görürlər. Bəli. Deməli, doğru fikirləri müəyyən edilir. Hanı bu yaylaqda yaylayan ellər? In ikinci dağlardır. Deməli, bu hansıdır? Bədbin olan. Aşıq Əsgər yurt sevgisinin əks olunduğu əsərindən götürmüşdür. Ümumiyyətlə, yurt sevgisi var Aşıq Əsgər burada. Nümunədə lirik qəhrəman üçün ən dəyərli varlıq er gözəlləri deyil. Burada onu göstərmir bizə. Ən dəyərli varlıq məncə təbiətdir. Mən bunu götürməzdim. Qoy baxaq. Nümunədə niskil və kədər motivləri var. Çünki elə onun niskili də ikincidir. Bax, müəyyənləşdirdik ki, ikincidir, oradan tapacaq. Başa düşdünüz? Nümunədəsi, nümunənin bütün misralarında inversiya. Hanı bu yaylaqda yaylayan ellər hardadır? Görəndə sellər gözümdən car oldu, var. Köysündə türfə gözəllər seyr etmir, var. Buxağa güllərin sancılmır, var. Beşi rahatlıqla götürəcəksən, bütün misralarda var. Nümunədə kədər niskin motivləri var. Yurt sevgisi 1-4-5 götürərəm mən. Şey götür, hə, qoşmanın son bəndidir dağlar. Xeyr, son bəndi ola bilməz çünki adı yoxdur. Lirik qəhrəman üçün ən dəyərli varlıq el gözəllərini götürmərəm mən. 1-4-5. Götürməyiblər. 1-4-5-dir, bəli. Çünki burada düzdür, gözəllərin adını çəkir. Amma əsas məsələ 3-4-5 adı Adı olmalıdır ki. A. Qoşmanın son bəndində müəllifin adı olmalıdır. Bəs necə fərqləndirirdik? Birinci bəndi qafiyə quruluşuna görə, onu keçən dəfə də dedim sizə ABCB. Son bəndi adına görə. İkisi də yoxdursa orta bəndi. Sonra. Yox. 86, 87, 88. Yoxdur. Yox. Sual